Zengin bir adam öz aslanıyla yolla yürüyerken yolun kırağında kasıb evsiz eşiksiz dilenen bir kızı gördü ve ona yakınlaştı. Aslanına dedi ki git süpermarkete bu kız için şeyler al getir. Ve kişinin köməkçisi başça deyib tez oradan uzaklaştı. Dedi bu saat gəlirəm. Getdi marketten birçok atıştırmalı şeyler alıp getirdi ve kişiye dedik verdi. Kişi həmin şeyleri kıza uzattı. Kıza dedi ki ben sana pul verə bilərdim. İstədiyin qədər çox sayda pul verə bilərdim. Amma sənə bu şeyləri verirəm ki, bu şeyləri sat inan öz əməyinlə. Sat, istifadə elə, özünə pul qazan və həyatını qur günən. Mən sənə pul versəm də, sən onu bir neçə gün yeyib, sonradan yenə bu küçə həyatına qayıdacaqsan. Və şeyləri qıza verdi, dedi onların üzərində qiymətlər yazılıb. Oradan uzaqlaşıb çıxıb getdilər. Qız həmin şeyləri açıb satmağa başladı. Tez bir zamanda ona bir qadın yaxınlaşdı. Dedi, hə, deyəsən atıştırmalı şeylər satırsan. Mən də yaman acmışam, evə gedə bilmirəm. Ona görə elə səndən atıştırmalı şeylərdən alıb tezliklə yeyim. Və oradan bir şey götürüb yeməyə başladı. Sumkasından böyük bir para çıxarıb qıza uzatdı. Qız dedi ki, mənim xırdam yoxdur ki, sənə qaytarım. Mən elə satışa indi başlamışam. Qadın buna dedi ki, madəm ki sən indi satışa başlamısan, onda heç mənə pul qaytarmağa ehtiyac yoxdur. Sat özü üçün gün güzaran qoyduram. Bu da məndən sənə bəxşiş olsun. Və bundan sonra tez bir zamanda qız oradakı yiyəcək şeylərin hamısını tez bir zamanda satdı. Buna çoxlu pul qazandı, bəxşişlər verən oldu. Qız özü-özünə fikirləşdi ki, gör məndə nə cür istedad var imiş, tez bir zamanda bu şeyləri satdım. Bu insan mənə həyatda yaşamaq üçün yeni bir ideya verdi. Və özündə qərar çıxartdı ki, bu şeyləri qazandığı pulla getdi bazara, yeni şeylər aldı və satmağa başladı. Bu minvalla qız şeylər alıb satmağa başladı və özü üçün çoxlu pul qazandı. Nəhayət özünə bir şirkət açdı. Beləliklə qız öz həyatını tamamilə dəyişib yeni bir yaşayışa başladı. Bir gün qız gedərkən gördü ki, həmin buna ilk dəfə pul verən kişi yolda bir kef halda telefonla danışa gedir. Tez maşını saxlatdırıb maşından düşdü və qulaq eşitməsinə şahid oldu ki, gördü kişi deyir ki, mənim bütün varidatım əlimdən çıxdı, müflis olmuşam, indi yalnız təkcə bir yaşadığım ev qalıb əlimdə. Oğlum, yadım, ofisim, hamısı əlimdən çıxıb. Qız buna yaxınlaşdı, dedi ki, siz məni tanıdınız. Deyir, yox, mən sizi tanımadım. Biz tanışıq ki, deyir, sən mənə sokakta əyləşən evsiz, eşiksiz qızam. Həmin qızam, siz mənə o vaxtı pul vermədiniz. Mənə həyatda yaşamaq üçün yeni bir ideya verdiniz. Mən həmən qızam. Deyir ki, sən nə yaman dəyişmirsən? Deyir, hə, mən sizin ideyanızdan istifadə edərək həyatda öz yaşayışımı
dəyişdim. İndi artıq mənim çoxlu pulum var. Özüm üçün şirkət açmışam. Şirkətim var. Və cibindən bir miqdar pul çıxardıb həmin kişiyə uzatdı. Dedi, al bu pulu, özün üçün xərcləyərsən deyib oradan uzaqlaşıb getdi. Kişini qəhər boğdu. Fikirləşdi ki, dünyada yaxşılıq et ki, qarşına da sənin yaxşılıq çıxsın. Diqqətinizə görə çox sağ olun.